Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Əziz qardaşlarım, bu günləri Allahın təqdiri ilə qarşıma bir dərs çıxdı, subhanallah. Dərsin sahibi hamınızın tanıdığınız Şeyx Abdurazaq Əl-Bədri Həfizəhullah təsirli bir mövzunu danışırdı. İstədim ki, bu mövzunu sizlərlə bərabər bölüşəm. Həqiqətən çox təsirli bir mövzudur. Şeyx buyurur ki, günlərin bir günü atam deyir ki, həmin vaxtlar babam da sağ idi, deyir. Atam, babam bir də mən məscidə gedirdik, Peyğəmbər sallallahu əleyhi və səlləm məscidinə. Həmin deyir vaxt Ramazan ayının 27-ci gecəsi idi. Ramazan ayının 27-ci gecəsi idi. Bu vaxtı deyir, yolda gedərkən bir neçə gənci gördüm, deyir. Bir neçə gənc cavanlar yığışmışdılar. Və onları deyir, bir münkər əməl üzərində gördüm, deyir. Subhanallah. Yaxınlaşdım, deyir, onlara. Dedim ki, salamladım onları. Dedim ki, bizimlə məscidə gedəcəksinizsə namaz qılmağa nə gözəl. Yox, əgər getməyəcəksinizsə sizə bir məsələni xatırlatmaq istəyirəm. Şeyx deyir, bunlarla danışmağa başladım. Onlar da deyir, ədəblə, ərkamla məni dinləyirdilər. Şeyx deyir ki, onlara dedim ki, bilirsiniz ki, Peyğəmbərimizdən sallallahu aleyhi ve sellemdən hədis var. Bu gecələr haqqında, hansı ki, Ramazanın son 10 gecəsi haqqında dua var, bir dua. Bəlkə o duanı gəlin əzbərləyək, öyrənək sizinlə bərabər. Hansı ki, mərufdur, hamınıza bildiyiniz duadır. Ayşə radiyallahu anhə buyurur ki, mən Peyğəmbər sallallahu aleyhi ve sellemdən soruşdum ki, əgər Qədr gecəsinin hansı gecə olduğunu bilsəm, necə dua edim, hansı duanı edim? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem də ona buyurub ki, de ki, Allahümmə innəkə afuvun tuhibbul afvə fa'fu anni. Allahım, sən əhv edənsən, əff etməyi sevirsən, məni əff et. Şeyx buyurur ki, bu duanı deyir, onlara deyir dedim və başladım onlarla bərabər təkrarlamağa. Deyir ki, yanımda olan, yəni mənə yaxın olan biri var idi, deyir. Onun əlindən tutdum, dedim ki, əzbərlədin mi bunu? Bu duanı. Dedi ki, yox, əzbərləmədim. Deyir, onunla bərabər, deyir, səbirlə, deyir, subhanallah, bunu əzbərlətdirdim, deyir ona. Mən deyirdim, o deyirdi, mən deyirdim, o deyirdi. Ta bu duanı əzbərləyənə kimi. Sonra deyir, bunlar deyir, bu duanı deyə qaldılar yerlərində. Biz də deyir, yolumuza davam etdik, məscidə getdik. Sonra deyir, subhanallah, üstündən 5-6 il keçmişdi. Mədinədə deyir, bir yerə getmişdim, elmi bir bəhsin ardınca. Bəhsimi bitirdikdən sonra deyir, mənə bir gənc oğlan yaxınlaşdı, deyir. Gənc oğlan yaxınlaşdı, yəni iltizam olunmuş şəkildə, hidayət olunmuş şəkildə, subhanallah. Yəni saqqalla, sonra geyiminə baxdım ki, çox gözəl belə, nə cür deyirlər, iltizamlı bir şəkildə gənc oğlan idi. Mənə salam verdi. Dedi ki, şeyx, məni tanıdın mı? İlk deyir, onu tanımadım, deyir. Dedim ki, xeyr, tanımadım. Deyir, mənə xatırlatdı, dedi ki, bəs yadına gəlirmi? 5-6 il bundan öncə biz neçə dənə gənclər, cavanlar bir yerdə yığışmışdıq. Sən gəldin bizə duanı öyrətdin. Həmin onlardan biriyəm mən, deyir. Subhanallah, deyir ki, şeyx deyir ki, oğlan mənə dedi ki, həmin o qardaş, həmin gecəni deyir, o duanı deyir, təkrar dedim. Yəni, ara vermədən deyir, o duanı eləyirdim, deyir. Allahu Akbar deyir ki, fikir verin, subhanallah. Vallahi ki, deyir, onun deyir, səhəri günü deyir, o əməl üzərindəydik, hansı ki, o münkər əməl üzərindəydik. Allah deyir, onun qəlbimdə deyir, nifrət oyatdı deyir, o əmələ qarşı. Başladı deyir, qəlbimə nur dolmağa, subhanallah. Və deyir, mən də deyir, başladım, hidayət olundum Allahın izni ilə. Yəni, bir mənada belə deyək də, dindarlığı seçdimdir, dindar oldum. İltizam olunub, subhanallah. Həqiqətən Allah Resulü sallallahu aleyhi ve sellemin sözlərində böyük hikmətlər var. Ona görə, yəni biz də bu duanı yaxşı-yaxşı əzbərləyək və tanışlarımız, dostlarımız varsa, kimlərsə, onlara da göndərək. Onlar da əzbərləsinlər. Çox əzəmətli bir duadır. Təkrar edirəm o duanı. Allahümmə innəkə afuvun tuhibbul afvə fa'fu anni. Allahım, sən əhv edənsən,
əhv etməyi sevirsən, məni əhv et. Bu duanı təkrar demək lazımdır. Xüsusən də bu günlər ki, hansı günlər ki, biz Ramazanın son 10 günündəyik. Hər gün bunları səhər, gün, orta, axşam, hər gün təkrar demək. Allahdan dilərəm ki, Allah Subhanahu Teala bizlər də əhv eləsin, bağışlasın, günahlarımızı örtsün. Subhanahu Teala Ramazandan çıxarkən Allah Teala günahlarımız bağışlanmış şəkildə bizləri əhv etsin. Subhanakallahumma və bihamdik. Əşhədu an la ilahe illə əntə əstəğfiruka və etûbü ileyk.